Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Məlumatlandırım ki, bir yaxşı məsələ var. Gec gəlib tez öyrənmək məsələ. Bu sözə istinad olaraq bir məsələyə toxunuram. Dəyərli izləyicilər, söhbət nədən gedir və kimdən gedir? Təbii ki, Sumqayıt şəhər Memarlıq Şəhərsalma İdarəsinin rəhbəri Rəşad Əhmədovdan gedir. Rəşad Əhmədov artıq 3 ildir ki, Sumqayıtda şəhərsalma rəhbəri olaraq fəaliyyət göstərir. Amma çox təəssüflər olsun ki, şəhər salmaq əvəzinə şəhəri bərbad günə salaraq üstü bəzək, altı təzəyə çeviribdir. Ağacların kütləvi kəsilməsinə göz yumub ya da qərar verir. Əvəzində isə həmin ərazilərdə ağacların əvəzinə binaların yüksəlməsinə və obyektlərin tikilməsinə səbəbkardır. Ola bilsin, dəyərli izləyicilər, Sumqayıt şəhər İcra Hakimiyyəti Zakir Fərəcovun xəbəri yoxdur, xəbərdar edirik. Eşitdiririk, baxmayaraq ictimailəşdirmişik. Ola bilsin xəbəri vardır, varsa lap yaxşı, ümid edirəm ki, bir tədbir görər. Burada deyirlər, dəyərli izləyicilər, gec gəlib tez öyrənmək məsələsi. Varlanmağın yolunu tapıbdır Rəşad müəllim. Maaşa baxa-baxa, biri yox, bir neçə bahalı maşın sürür. Biz də maaşa baxırıq. Görəsən, Rəşad Əhmədov bu pulları necə qazanıb, hardan qazanıb, bahalı maşınlar sürür. Dəyərli izləyicilər, siz necə düşünürsünüz? Şərhlərinizə bildirin. Ümid edirəm ki, aidiyyəti qurumlar bizim fikirlərimizə aydınlıq gətirər.